Bundan başqa Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurbanoğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədi ilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözü gedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir. Алло. Салам. Да, здравствуйте. Это Мехтиев Рамиз. Да, Рамиз Эндерович, здравствуйте. Я, Эндерович, вашу просьбу передала. Так. Ну вот пока на этом все. Просьбу передала. Я ему хочу послать, знаете что? Я подготовил документ один. Вы слышите? Да, я слушаю, да. Предложение по преобразованию систем государственного управления в Азербайджане. Ну, давайте, это ваши дела. Давайте, вы между собой как-то это. Я позвоню помощнику, чтобы помощнику переслать по электронной почте. Да, договорились, спасибо. Всего доброго, до завтра. Есть. До свидания. Спасибо большое. Добрый вечер. Приветствую вас, приветствую. Яхша. Теперь, как отослать? Во-первых, я хочу, чтобы этим друзьям нашим тоже надо передать каким-то образом. А мы так сделаем, да? Məndə bir adam uşağı, mən sizə xəbər verəcəm. И в понедельник я позвоню, если согласятся они. Я думаю, что они с удовольствием Da, согласятся. ya uznayım, a вы təlimat verin ki, mənə PDF göndərsinlər. Яхш. Хорошо, договорились. Alo. Hoşuma hayır. Salam Ramiz müəllim, necəsiniz? Yaxşı, sen ne diyorsun? Vaziyet ne yerden? Namusunu çatdırdıq. Çok güzel. Duq dəlneyşi polisi. Спасибо. Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.